Esselamu Aleyküm ve Rahmetullah. Değerli izləyicilərimiz, deməli Balakən şəhərinin Tağlar kəndində ana yoldan hardasa bir 1000 metr məsafədə, açığı deyək, yəni 250-300 metr deməyək, həyət evi satışa çıxarmışıq. Belə düz yolun kənarındadır. Qarşısından marşrut da işləyir. Qazı, suyu, işığı, interneti, hər bir şey var. Çöldən belə qəşəng hasarı, girişində qəşəng dəmir qapları. Bu da mənim maşınım. Girək içəri inşallah. Bir daha demək istəyirəm. Balakən şəhərinin Tağlar kəndində həyət evi satışa çıxarmışıq. Axıra qədər baxın, qiymətdən xəbəriniz olsun. Bu qəşəng geniş həyət faktiki sənəddə 12 sotdur. Ümumi sahə arasa 30 sota yaxındır. Baxın, belə göstərim. Sağ tərəfində bir dənə belə naves, altında təndiri ilə zadla qəşəng təndir çörək zad bişirirsiniz necə lazımdır. Yanında pendir zad qoyub qəşəngcənə istifadə edirsiniz. Həyətdə suyu necə lazımdır. Arxanı göstərəcəm, sonra keçəcəm evin içərisində inşallah. Evin də öndən görüntüsü budur. Ev kubikdəndir, yuxarısına baxın. Kəmərdən istifadə olunub, beton kəmərdən. Burada bir balcal gəzdirib mal damı kimi istifadə eləmək olar və ya toyuq baxa bilərsiniz. Həyətdə ayaq yolusu var, içəridə ayaq yolusu var. Bu da arxada bağıdır, xudmani. Gördüyünüz kimi. Baxın, belə təxmini olaraq arasa 40 dənə belə düşünürəm, ağac olacaq. Fındıq ağacı. Evində arxadan görüntüsü budur. Belə göstərim. Baxın, bağı da belə göstərim inşallah. O çəpərə qədərdir. Gördüyünüz kimi. Keçirəm inşallah evin içərisinə. Bunu da qeyd eləmək istəyirəm ki, barter var. Rayonun mərkəzi və ya mərkəzə yaxın ərazilərdə 2 otaqlı, 3 otaqlı evlərlə balaca həyəti də ola bilər, bina evi də ola bilər. Belə göstərim. Zaqtaldan ola bilər. Təkliflər maraqlıdır. Deməli, girdik buradan içəridə. Girişdə belə bir dəhlizi var. Səliqəli, şirin, xudmani evdir. Ayaqqabılar çıxartmaq üçün yerdə var, qəşəng. Kafellidir. Deməli, evimiz ümumi 3 otaqdan ibarətdir. Bura dəhlizidir. Sağ tərəfdə, baxın, qapıları göstərim, qəşəng səliqəli qapılar da necə lazımdır. Girişdə sağ tərəfdə qəşəng mətbəxi. Baxın, belə mətbəx mebelli, təchiz olunubdur. Salon, mətbəx bir yerdədir. Xudmani qutu kimi evdir doğrudan da. Belə göstərirəm Allahın izni ilə. Baxın, belə. Sanitar qovşağı və sanuzel də buradadır. Sadəcə buna hər şey var, necə lazımdır. Sadəcə kafel vurmaq lazımdır Allahın izni ilə. Kafel vurmaq lazımdır. Keçək digər otaqlara inşallah. Axıra qədər baxın, çox xahiş edirəm, qiyməti mən qeyd edəcəm. Heç kim mənə deməsin ki, qiymət nədir? Çünki zənglərin çoxluğunu nəzərə alın, biz cavab verə bilmirik tez-tez. Burada yataq otağıdır digər. Belə göstərim. Bura digər otağıdır, yataq otağıdır. Sərgəlidir. Ev mümkün qədər təmir olunubdur sərgəli şəkildə. Burada digər otağıdır. Belə göstərim Allahın izni ilə. Baxın. Belə göstərim. Deməli, dəyərli izləyicilərimiz, evin qiyməti 37.000 manata təklif olunur. 37.000 manat. Yenə demək istəyirəm ki, 37.000 AZN. Rayondan evdə təklif edə bilərsiniz, yəni barteri açıqdır evin satışı. Rayondan 2 və ya 3 otaqlı evlərlə barterləmək mümkün, həyət evi və ya bina evi və ya Zaqtalda təklifə əsasən dəyərləndirmək olar. Zaqtaldan da evdən barter eləyirik. Səhifədə nömrə qeyd olunub, yaza və ya zəng eləyə bilərsiniz. Esselamu Aleyküm və Rəhmətullah.